Hoş gördük hər birinizi değerli YouTube kanalımızın izleyicileri. Bugün Mərdəkanda 6 sotda 4 otaqlı 140 kvadrat ölçülü təzə təmir olunmuş bir həyət evini sizlərə təqdim edəcəyik. Geniş sahədə bir həyət hissəsi var. Basen hissəsi, sağ hissədə ağaclıq hissəsi var. Burada giriş və avtoparking hissəsi mövcuddur. Jaluzlu bağlanan giriş hissəsi mövcuddur və sol hissədə yay mətbəxi və yay manqal hissəsi mövcuddur. Tam paket kupçalı həyət evidir, villa tipli inşa olunub. Burada manqal hissəsi və mətbəx hissəsi mövcuddur. Çox gözəl, zövqlə, müasir dəbə və zövqə uyğun şəkildə təmir olunmuş bir evdir. Həyət boyunca tam etlə döşənilib və tam yaşayışa hazır vəziyyətə gətirilmiş evdir əziz izləyicilərimiz. Daxil olacağıq evimizə, evimizlə də yaxından tanış edəcəyik. Mərdəkanda infrastrukturla zəngin bir ərazidə yaşayış obyektlərinə, yola, dayanacağa və istirahət mərkəzlərinə yaxın bir ərazidə yerləşən bir evlə yaxından tanış edəcəyik sizi. Belə bir geniş planda göstərdik sizə. Baxın, çox geniş bir həyət hissəsi mövcuddur. Dəyərli izləyicilərimiz, mənzilin təmirinə də söz yoxdur. Buradan daxil olduq evimizin giriş hissəsinə. Girişdən daxil olduq. Baxın, giriş qapısı burada yerləşir. Sol hissədə geniş mətbəx, belə bir gözəl geniş dəhliz hissə və sağ hissədə isə qonaq otağı yerləşir. İlk öncə mətbəx hissəni sizlərə təqdim edək. Baxın, çox gözəl bir mətbəx hissə var. Ümumilikdə giriş və mətbəx, həmçinin sanitar qovşaqları döşəmədə qranit mərmər və istipolla təchiz olunub və gözəl yığılmış mətbəx mebeli, soyucu və mikrodalğalı sobalar üçün ayrılmış zolaq hissələr də mövcuddur. Dəyərli kanalımızın abunəçiləri, girişdən sol tərəfdə mətbəxi sizlərə təqdim elədik. Baxın, bu şəkildə dəhliz hissə mövcuddur. Burada isə mənzilimizin çox böyük bir qonaq otağı yerləşir. Vitraj pəncərələrlə düzəlmiş pəncərə hissəsi. Bu hissədə televizor üçün ayrılmış TV stand hissə, çılçıraqlar, pərdələr tam şəkildə yerləşdirilib. Qeyd edək ki, mənzil ümumilikdə isti döşəmə ilə təchiz olunub. Qazı, suyu, işığı daimidir. Sənəd tam paket kupçadır. Qeydiyyatda heç kim yoxdur dəyərli izləyicilərimiz. Divarda gözəl lepka işləmələr və emulsiyadan istifadə olunub. Tavanda isə gözəl figurlar tam şəkildə düzəlib. Keçək digər hissələrlə də yaxından tanış olaraq evimiz haqqında tam məlumatı sizlərə qeyd edəcəm. 4 otaqdan ibarətdir. Bir böyük zal, 3 yataq otağı, bir geniş mətbəx. Burada əsas yataq otağıdır əziz izləyicilərimiz. Kifayət qədər geniş sahəyə malikdir. Çox gözəl təmir olunub və əsas yataq otağının daxilində hamam tualeti, yəni sanitar qovşağı da mövcuddur. Çox gözəl bir evdir. Alıb yaşamaq üçün ideal bir mənzildir. Yay aylarında da rahat istirahət edə biləcəyiniz bir evdir. Burada uşaq yataq otağı yerləşir. Dəyərli kanalımızın abunəçiləri. Digər hissədə isə ikinci əsas yataq otağı yerləşir. Baxın, bu şəkildədir. 140 kvadrat ümumi sahəyə malik bir evdir dəyərli izləyicilərimiz. İndi isə evimiz haqqında tam məlumat verəcəm. Qaydacam geriyə sanitar qovşağında sizlərə ümumi sanitar qovşağını təqdim edərək evimiz haqqında ümumi məlumatı qeyd edəcəm. Evimiz Mərdəkan qəsəbəsində makaron fabrikinin yaxınlığında çox gözəl bir yerdə, ətrafı villalarla və tanınmış şəxslərin evləri ilə əhatəlidir. 6 sotda 4 otaqlı kupçalı tam təmirli və təmirdən sonra yaşayış olmayan bir evi sizlərə təqdim elədik. Qiymət aşağıda əlavə məlumat bölməsində qeyd olunacaq və real alıcıya da endirim olunacaqdır. Açar bizdədir. Gün ərzində evə əhəli şəkildə də baxmaq mümkündür. Evimiz haqqında bu qədər. Növbəti çəkilişdə və mənzillərdə görüşənədək Allah alana və satana xeyir versin.